Xarici İşlər Nazirliyi tender müsabiqəsi keçirmədən Şərq-Qərb ASC ilə satın alma müqaviləsi imzalayıb. Yenavaz.com xəbər verir ki, Nazirlik Diplomatiya Aləmi jurnalının 61-ci buraxılışının nəşr olunması üçün Şərq-Qərb ASC-yə 8000 manat ödəyəcək. Məlumat üçün bildirək ki, Şərq-Qərb ASC 14 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 589.880 manat olan ASC Əhmədli qəsəbəsi Aşıq Ələsgər küçəsi ev 17 ünvanında yerləşir. ASC ilə eyni ünvanda Şərq-Qərb Mülk MMC, Şərq-Qərb Nəşriyyat evi MMC və Global East-West MMC-də yerləşir. Qeyd edək ki, bu ünvanda vaxtı ilə 4 nömrəli Bakı Kitab Mətbəəsi fəaliyyət göstərib. 2001-ci ildə özəlləşdirilərək Şərq-Qərb ASC-yə çevrilib. Açıqlanan son hesabatlarda Şərq-Qərb ASC-nin səhmlərinin 96,5%-nin Mehdiyev Teymur Ramizoğluna məxsus olduğu bildirilib. Reyestr məlumatlarında Mehdiyev Teymur Ramizoğlunun qeydiyyat ünvanı Bakı şəhəri İstiqlaliyyət küçəsi, ev 9, mənzil 31 göstərilir ki, həmin ünvanda həm də Prezident Administrasiyasının sabiq rəhbəri Amiyanın keçmiş prezidenti Ramiz Mehdiyev qeydiyyatdadır. Qeyd edək ki, dövlətə xəyanətdə ittiham olunan və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilən Ramiz Mehdiyevin yeganə oğlu general-mayor Teymur Mehdiyev bir müddət əvvəl Fövqəladə Hallar Nazirinin müavini vəzifəsindən azad olunub.